məlumat verdiyimiz kimi metronun 28 may stansiyası Dərnəgüldən gələn qatarlara bağlanacaq. Belə ki, qatarlar Dərnəgül Nizami stansiyaları arasında hərəkət edəcək. Qeyd edilir ki, Dərnəgül stansiyası istiqamətində hərəkət edən sərnişinlər 6 ay ərzində müəyyən çətinliklərlə üzləşəcəklər. Bu nə vaxt olacaq? Dərnəgülə gedən sərnişinlərlə bağlı hansı alternativ planlar var? Qobalifo az məsələyə aydınlıq gətirmək üçün Bakı metropoliteni GSC-yə sorğu ünvanlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, ilin sonuncu rübü ərzində sərnişinlərə təklif ediləcək əlavə alternativlər barədə ictimaiyyətə məlumat veriləcək. Nəqliyyat eksperti Aslan Əsədov isə saytımıza açıqlamasında deyib ki, Dərnəgül Həzə Aslanov istiqaməti əsas sıxlığa malik olan xəttdir. Onun fikrincə işlər insanların məzuniyyətdə olduğu dövrdə aparılsa sıxlıq yaranmaz. Əks halda proses ciddi fəsadlar yaradacaq. Nəqliyyatın iflicinə gətirib çıxaracaq. Bildiyim qədər Nizami stansiyasından Dərnəgülə getmək mümkün olacaq. Sıxlıq vaxtı əlavə avtobusların ayrılması effektsizdir. Səbəb isə işlərin uyğunsuz zamana təyin edilməsidir. Ekspert əlavə edib ki, aparılan işlər gələcəkdə intervalın qısa olmasına töhfə verir. Yaxşı olardı ki, Həzə Aslanov Dərnəgül istiqamətində hərəkət minimal olaraq məhdudlaşdırılsın. Tunelin inşası, xətlərin ayrılması mütləqdir. Sadəcə işləri elə vaxta təyin etmək lazımdır ki, bu yay fəslinə xüsusən də vətəndaşların metrolardan az istifadə etdiyi dövrə təsadüf etin. Statistika göstərir ki, il ərzində 10 milyondan çox sərnişin metroya üst tutur. Xətin birinin bağlı qalması problem yarada bilər.